Salam, mən pedaqoq Pərvin Feyziyeva. Bu gün sizlərə oyunla öyrənmənin faydalarından danışmaq istəyirəm. Gəlin baxaq ki, oyun nədir? Oyun uşağın inkişafının mühərrikidir. Uşağın oyun mühiti nə qədər geniş, azad və zəngindirsə, bir o qədər də təhlükəsiz, yaradıcı və sağlam formada şəxsiyyətini formalaşdırır. Oyun həm də uşağın ətraf aləmlə əlaqə qurmaq üçün istifadə etdiyi bir koqnitiv fəaliyyət formasıdır. Oyun təkcə uşaqlarda əylənmək üçün deyil, yəni əylənmək üçün ancaq oynamırlar, həm də onlar yeni biliklər kəşf edirlər, yeni bacarıqlar öyrənirlər, sosiallaşırlar, ünsiyyət qaydalarını öyrənirlər və yeni dostluqlar qururlar. Oyun həm də uşağın ana dilidir, o danışdıqca dünyanı daha dərindən dərk edir. Biz bir uşağa desək ki, gəl dərs oxuyaq, gəl dərs öyrənək və hər hansı bir dərs önümlü fəaliyyətlə məşğul olaq, bu onun üçün sıxıcı ola bilər. Amma yəni biz sıxıcı dediyim, hansı ki biz ənənəvi üsullarla hələ də uşaqlara öyrətməyə can atırıq. Bu düzgün deyil. Ona görə də biz uşağa desək ki, gəl indi oyun oynayaq və bu oyunu maraqlı, əyləncəli, uşağın daxili dünyasına səsləndiyimiz formada eləsək, onun üçün daha maraqlı olacaq və bu prosesə könüllü formada özü qoşulacaq. Çünki oyunla öyrənmək məcburiyyət deyil, maraqlı edilən bir fəaliyyət deyil. Buna görə də uşağın təlimə açılan qapısının sehirli bir açarıdır. Oyunla öyrənmənin faydaları nələrdir? İlk olaraq duyğu və diqqət aktivləşir. Burada oyun zamanı emosional zəmin yaradığına görə uşağın diqqəti daha uzun müddət aktiv qalır, öyrəndiyini daha yaxşı yadda saxlayır. Təqdim olunan dərslər maraqlı və əyləncəli olduğuna görə uşağın diqqətini cəlb edir və burada öyrəndiyim deyil də yaşadığım təcrübəsinə keçid edir və öyrəndiyi biliklər daha uzun müddətli yaddaşında qalır. İnkişafı çox sahəlidir. Burada dil, sosial bacarıqlar, riyazi bacarıqlar hamısı bir yerdə aktivləşir və uşaq üçün çox faydalıdır. İnkişaf fərqliliklərinə uyğundur. Hər uşağın öyrənmə potensialı eyni olmadığına görə oyun zamanı hər uşaq özünə lazım olan qaydada, lazım olan vasitələrlə öz potensialına uyğun olaraq öyrənir. Digər isə yaradıcılığın genişləndirilməsidir. Yaradıcılığın genişləndirilməsi nə deməkdir? Burada bizim dərslərimizdə də gördüyünüz kimi uşaqlar dərs boyu həm yaradıcılıqla məşğul olurlar, həm motorik olaraq, həm diqqət, həm zəka olaraq öyrənirlər. Bizim təməl məqsədlərimizdən biri də uşaqlarda yaradıcılığı inkişaf etdirməkdir. Yaradıcılıq nə qədər geniş formada inkişaf eləsə, onların dərs önümlü öyrənməyi daha aktivləşir. Çünki uşaq öyrəndiyi və yaxud da yeni öyrəndiyi biliklərə və yaxud da əvvəlki öyrəndiyi biliklərə yenilik qatır və burada özünün sistemini qurmuş olur. Bu isə gələcəkdə belə deyək, öyrəndiyini konspektləşdirir, daha yaxşı formada özünə bir yol çizmiş olur. Oyunla öyrənmə məktəbə qədər qruplarda hansı rolu daşıyır? İlk öncə öyrənməni təbii və davamlı edir. Yəni uşaqlar əzbərdən çox təcrübələrlə öyrənir. Hər öyrənilən bilik və bacarıqlardan sonra oyunla möhkəmləndirilən tapşırıqlar, dərslər uşağın daha çox beynində uzun müddətli kodlanma yaradır və istədiyi zamanda bu bilgiləri daxili yaddaşından çağırıb istifadə edə bilir. Dil və ünsiyyət bacarıqlarını inkişaf elətdirir. Yəni uşaqlar burada rolu və sosial oyunlar zamanı həm dinləyir, həm cavab verir, dialoqlara girir və bu zaman onların lüğətində yeni sözlər yaranır və yaxud da öyrəndikləri, bildikləri sözləri daha düzgün və yerində istifadə etməyi bacarırlar. Sosial emosional inkişafı dəstəkləyir. Yəni paylaşma, anlaşma, gözləmə, komanda işi kimi bacarıqlar oyunla öyrənir və bu zaman uşaq həm özünü düzgün ifadə edir, həm də qarşısındakını düzgün anlamağa başlayır. Əsas bacarıqlar üçün zəmin yaradır. Hansı ki burada həm akademik bacarıqlardan söhbət gedir, həm sosial bacarıqlardan söhbət gedir ki, bu zaman uşağı düzgün yönləndiririk və düzgün yönləndirilən uşaq qorxusuz və motivasiyalı şəkildə öyrənmə bacarıqlarına sahib olur. Digər isə motor bacarıqlarının inkişafıdır. Burada uşaq fiziki və sensor oyunlarla kiçik və böyük motorikanı düzgün formada öyrənir, yəni o onlarda daha yaxşı inkişaf edir. Bu isə bizim kiçik yaşlardan, yəni 2-3 yaşından başlayaraq öyrənmə təlimimizin əsasıdır və bu zamandan sonra uşaq həm düzgün qələm tutma, qayçı tutma, kəsmə, yapışdırma, əsasən də gündəlik özünə xidmət bacarıqlarını düzgün formada yerinə yetirmiş olur. Bu qədər. Məni dinlədiyiniz üçün təşəkkür edirəm. Sağ olun.